Bugün sizə saç tökümləri haqqında məlumat verəcəm. Hansı ki, biz o saç tökümlərini əsasən iki qrupa bölürük. Çapıqlaşma ilə gedən və çapıqlaşma ilə getməyən saç tökümləri. Daha çox gördüyümüz xəstələr isə çapıqlaşma ilə getməyən tipə aid olan xəstə qruplarıdır. Bunların da içərisində androjen tipli, yəni kişi tipli saç tökülmələr və telogen effluvium dediyimiz saç tökümləri daha çox rast gəlirik. Bir də uzaqlı alopesi dediyimiz qrup var ki, onları daha başqa autoimmun dediyimiz xəstəliklər içərisində toplamaq olar. Bugün sizə daha çox androjen alopesi üzərində duraraq məlumat verməyə çalışacağam. Androjen alopesi alın bölgəsindən V şəkilli açılma ilə və təpə bölgəsində seyrəlmə ilə gördüyümüz saç tökülmə tipidir. Bu tipli xəstələrə yaxınlaşma zamanı İlkin olaraq dermatoskopik müayinə və fizik müayinədən sonra ehtiyac olarsa bəzi qan laborator testlərini edirik. Hər hansısa bir vitamin defisiti olarsa onları korreksiya edirik, sonrasında isə inyeksiyon müalicələrimizə başlayırıq. İnyeksiyon müalicələrimizə isə başda mezoterapi, PRP və bəzən mikroiynələmə dediyimiz dermapen üsulu ilə müalicə növləri aiddir. PRP və mezoterapi dediyimiz üsul inyeksiyon üsuldur. PRP zamanı xəstənin öz qanından aldığımız plazmanı saç diblərinə inyeksiya edirik. Mezoterapi zamanı isə hazır kokteyllərimiz olur ki, hansı ki saç böyüməsinə stimulyasiya verən vitamin və kollagenlər içərisində olur. Dermapen dediyimiz mikroiynələmə üsulu isə xüsusi bir qələm ucunda bir çox sayda iynəsi olan sürətli şəkildə saçlı dəriyə girib çıxma ilə apardığımız bir metoddur ki, o da fiziki olaraq dəriyə travma verir, dolayısıyla kollagen stimulyasiyasını və qan damarlarının stimulyasiyasını artırdığı üçün bizim saç diblərimizdəki qanlanmanı artırır və saçlarımızın uzanmasını, böyüməsini, inkişaf etməsini səbəb olur. İnyeksiyon müalicələrimizlə yanaşı lazer prosedurları da etmək olar və əlavə olaraq yerli topikal müalicə kimi minoksidil preparatını da xəstələrimizə önərik. O da ən azı 6-9 ay istifadə olunmalıdır. Daha sonra telogen effluvium dediyimiz bir saç tökülmə tipi də var ki, bu hər hansısa bir infeksiyon xəstəlik keçirmiş və yaxud da yaxın müddətdə bir travması olmuş, hər hansısa bir vitamin defisiti olan, məsələn, dəmir çatışmazlığında daha çox görürük biz bunu, qan azlığında daha çox görürük. Ona bağlı olaraq dönəmsəl bir saç tökülmə tipidir. Bu zaman daha dərindən bir araşdırma aparılır. Telogen effluviuma səbəb olan hər hansısa mikroelement varsa o aşkarlanır. Onu korreksiya edərək xəstəlik müalicəsini aparmış oluruq. Telogen effluviumda mezoterapi, PRP kimi saydığımız inyeksiyon prosedurlar çox da gərəkli deyil. Zaten bu tipli saç tökülmə bir neçə müddətə özü-özünü də bərpa edə bilər. Siz özünüzdə hər hansısa bir saç tökülmə tipini əgər görürsünüzsə, bunun üçün dermatoloqa müraciət etməyinizi məsləhət görərdim. Dermatoloq hansı tipli saç tökülməniz olduğunu müəyyən etsin və tipə uyğun spesifik müalicə təyin etsin.